Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İbadallah, usikum və nəfsi bi təqvallah. Əziz möminlər, bir daha özümü və sizləri ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah mütəal bizləri təqvalı yaşamaqda müvəffəq eləsin inşallah. Əziz Peyğəmbərimizdən axirət zamanın əlamətləri barəsində bir hədisi oxuyurduq. Gəlib bir yerinə yetişmişik ki, elə bugünkü mövzumuzla da birbaşa əlaqəsi var. Cəmiyyətdəki zərərli vərdişlərlə birbaşa əlaqəsi var. Əziz Peyğəmbərimiz burada ya Səlman وَتَشَبَّهَ الرِّجَالُ بِالنِّسَا وَالنِّسَاءُ بِالرِّجَالِ Bir zaman gələcək ki, kişilər yavaş-yavaş qadınlara bənzədəcək özünü, qadınlar da yavaş-yavaş kişilərə bənzədəcək özünü. Və böyük problemlərdən biri budur. İnsan bərabərliyi və s. və ilaxır devizlərlə qərb gəlib cəmiyyətləri məhvə aparır. Bu, inkar olunmaz bir haldır. Kişinin bir xüsusiyyəti olub, tarix boyu, kişi deyəndə zehnə gələn bir simvol var, bir çəkisi, bir ağırlığı, bir hökmü. Xanımın da bir incəliyi, xanımın da bir sığınan varlıq olması, bunlar tarix boyu belə yaradılışdan bu cür yaradıb Allah. Bütün yaradılışlarda, nəinki insanlarda, Allah kişi və qadın cinsində bu fərqləri qoyub. Heyvanatın özündə də bu cürdür. Hiss ediyorsun, məsələn, quşların da, heyvanların da hamısında belədir ki, adətən kişi biraz həmin onların o yuvasını qoruyandır. Məsələn, xanım orada biraz səliqə səhman görəndir. Xanım biraz sığınandır, kişi biraz daha şücaətlidir. Amma sanki gəliblər saç düzümü ilə, paltarlarla, cürbəcür vasitələrlə kişiləri incələşdirirlər. Bu kişilər incələşəndən sonra bu xalqı, bu torpağı, milləti kim qoruyacaq? Allah bizim o şəhidlərimizə rəhmət eləsin ki, iki xüsusiyyətli insanlar idi. Qorxmadan gedirdilər. Və bu xüsusiyyətlərini itirən insanlar bunu eləyə bilməz. Mümkün deyil. Nə vətənini qoruya bilər, o nə evini qoruya bilər, nə də sevdiklərini qoruya bilər. Ona görə, məsələn, belə düşünmək ki, heç eybi yoxdur, yeni yetmət də saçını bu cür düzəldib. Saç düzümü biz bunların əleyhinə deyilik, heç din də bunun əleyhinə deyil ki, gənclər müasir formada özlərinə baxsınlar, saçlarına gözəl düzən versinlər, geyimlərinə, amma bu işləri görsünlər, görəndə kişiyə xas şəkildə görsünlər. Yəni, gedib bir şalvar alır, o şalvar kişiyə xas olsun da. Da beli başı qalmasın bayırda. Elə xanımlar ki, mütləq aiddir bu məsələlər. Xanımın bir abrı, həyası, isməti olur. İndi məsələ, biz bunları danışarkən mövzu hicab mövzusu deyil. Hicab Allahın əmridir, yerindədir. Amma hətta bir xanım ki, məsələn, hicablanmayıb da belə, iffətli bir xanımdır. Amma geyim, keçim, bunlar riayət olunmalıdır. Bunlar mütləq cəmiyyətə əks təsir göstərən amillərdir. Və yərkəbnə zəvatul furucu suruc. Əziz Peyğəmbər buyurur ki, qadınlar zinət atlarına minərlər. Yəni, həddindən artıq, aşırı həddə zinətlənərlər. Gözəllik, bəzənmək, zinətlənmək qadına xasdır, dinimiz deyir evində. Çöl barsın deyil bunlar. Sən cəmiyyət içinə çıxacaqsan, toya gedəcəksən, bir həddə bəzənəcəksən ki, oradakı insanlar mütləq baxacaqdır. Elə düşünək ki, o toyda spirtli içkilər verilir, o toyda əyləşənlərin yarısı məst halındadır. Oradakı vəziyyət adam düşünmək istəmir belə. Hansı vəziyyət ortaya gəlir? Və bugün təəssüflə bunu qeyd eləsək ki, elə iman əhli də durub gedib o cür toylarda iştirak edirsə, ibadət əhli də gedib o cür toylarda iştirak edirsə, onda durum nədir? Əgər biraz da yuxarı qalxsa, daha vəziyyət çətinləşir.
Görürsən, bir gəncdir, qovma arabasına üz tuturdu ki, mən üzrü bilinsin, toyunuza gələ bilmirəm. O toy filan günahlarla zəngindir. Zavana irad bildirirlər, filan hacı, filan Kərbəlayı, filan mömin, bəs gəlir. Bu binava cavab verə bilmir ona. Baxın ki, düşünmə sən fərdi günah eləyirsən ki, Allahla özün bilərəm. Sən cəmiyyətə zərbələr vurursan. Və Peyğəmbər Əkrəm burada bir zaman gələcək ki, xanımlar zinətlənər, aşırı zinətlənər. Cəmiyyət içinə bu cür çıxarlar. فَعَلَيْهِنَّ مِنْ أُمَّتِي لَعْنَةُ اللّٰهِ Allah Peyğəmbəri buyurur. Onlar mənim ümmətimdən də Allahın lənəti olsun onlara. Hədislərimiz də var da, bir xanım məsələn, bəzənə ya yoldaşından icazəsiz, ya hər halı ilə çıxa, evinə qaydana qədər deyir, aləmlərin mələkləri ona lənət oxuyarlar. Hədislərdə var, əziz Peyğəmbər buyurur ki, mən Meyracda aparmışdılar, cənnətlə cəhənnəmi mənə göstərdilər. Gördüm, saçlarından asılmış xanımlar əzab verirlər onlara. Soruşdum, bunlar kimdir? Dedilər ki, cəmiyyətə bəzənib, düzənib çıxan xanımlardır. Bunları biz ürək yanğısından deyirik. Nə qədər ki, axirət həyatımıza gedib çatmamışıq, nə qədər bu dünyadayıq, fürsətlərimiz var. Bu cür məsələlərə diqqət edək. Və eyni zamanda dindar xanımlara 2 qatı bunun məsələnin var. Onlar da hicab adı altında o qədər zinətləniblər ki, bu günləri məsələn heç baxırsan ki, hicabı olmayan insanlar bu qədər zinətlənməyiblər, bu qədər diqqət çəkmirlər. Bərbəzəkli, cürbəcür hicab növləri icad edir. Kim? Allah dedi, şeytan. Şeytanın icadıdır bunlar. Cürbəcür xaricdən, bərbəzəkli, növbə-növ, diqqət çəkən hicablar gəlir. O bir nəva da elə bilir ki, hicablıdır, öz-özünə Allahdır. Yox bacım, yox xanım, o hicab deyil. Hicab bunun üçündür ki, bizim naməhrəmlərdən diqqətimizi yayındırsın. Əgər diqqəti özünə çəkirsə, bu hicab deyil. Sən hicablanıb bütün günü sosial şəbəkələrdə mahnı oxuyub, oynayıb, çəkib, paylaşacaqsan, naməhrəmlər də girib ora, hər cür sözlər yazacaqlar. Sənə də kimsə orada girib nəsiyyət yazanda deyəcəksən, öz işinlə məşğul ol, mənim şəxsi məsələmdir. Xeyr, sənin şəxsi məsələn deyil. Cəmiyyəti korlayırsan. O gəncləri korlayırsan bu cür rəftar onunla. Zavanlar, Quran buyurur ki, qəlblərdə xəstəlik var. Və o xəstəlikləri oyadan amil də xanımların bu cür nazqəmzəli hərəkətləridir. Qəlblərdə bir xəstəlik var, oyanacaq, sən bunu qoyanda tərəfdə başqa meyllər yaranacaq. Heç kimi sonra günahlandırma. Axı, cəmiyyətimiz hara gedir bizim? Hamımız məsuuluq bu məsələlərdə. Yaxınlarımıza, sözümüzü eşidən insanlara, dostlarımıza, tanışlarımıza bu cür məsələləri biz çatdırmalıyıq. Ardınca Həzrət Peyğəmbər Əkrəm burada ya Səlman indaha tozaxraful məsacidu kəma tozaxraful bəy vəl kənais. Bir zaman gələcək məscidləri ya Səlman o qədər bəzədəcəklər. Necə ki, kilsələr, sinagoglar bəzədilirdi. Və tuhəlləl məsahif və Quranları bəzədəcəklər. Bu günləri dükanlarda, mağazalarda o qədər bərbəzəkli Quranlar satırlar. Quran qızılın içində də olsun, qızıl sandıqçanın da içində olsun. Yox, bir günahı yoxdur, amma Quran istifadə olunsun. Quranı biz suvenirə çevirdik, müsəlmanlar. Maşınlarımızdan suvenir astıq, evlərimizdə suvenir əşyasını çevirdik. Allah bu Quranı göndərmişdi, biz oxuyaq, əməl edək. Biz onu elədik, bir dənə suvenir, bir dənə talisman. Maşınımdan asın, qorusun Quran məni. Bəli, Quran var hədislərimizdə ki, üstümüzdə Quran kamil, Quran gəzdirin, Quran qoruyar insanı. Lakin bunu bir talismana çevirməyək, suvenirə, bir əşyaya çevirməyək. Quranın hesab kitabı var qiyamətin günündə. O totavvəlül mənarat. Peyğəmbər Əkrəm burada həmin zamanda minarələr də çox uzun olar, hündür olar, düzəldərlər. Amma və təqsurul sufufu
bi qulubil mütəbağazə və əlsünü müxtəlifə və cəmaat namazlarının zərgələri çox uzun olar. Böyük cəmaat namazları təşkil olunar, amma o namazda iştirak edənlərin qəlbləri bir-birinin əleyhinədir, dilləri bir-birinə müxalifdir. Allah dini bunu bizdən istəmir. Getsin, məsələn, görərsən ziyarətgahlarda, məsələn, həcdə ya Kərbəlada görürsən, cəmaat namazları düzəlinib ki, bu tərəfindən o tərəfini görə bilmirsən. O qədər izdihamlı cəmaat namazları. Amma nə olsun, müsəlmanların qəlbləri bir-biri ilə barışmır. Müsəlmanlar bir-birini düşmən gözündə görür. Nə olsun, bir cərgədə durub namaz qılırıq. Nə olsun, bir-birimizə çiynimizi söykəyirik. Amma qəlblərimiz barışmır, düşmənlərimiz bundan istifadə edir. Ona görə Peyğəmbərimiz ürək yanğısı ilə danışır bu hadisələri ki, Salman bir zaman gələcək, ya ümmətin bu vəziyyətə düşəcək. Amma bu ümmətin xilası hamımızdan asılıdır, əzizlərim. Biz düzəldikdə ümmət düzələcək, biz düzəldikdə cəmiyyət düzələcək. Allah and verək izzət cəlalına. Allah mütəal müsəlmanları bir-birinə rauf, mehriban qərar versin inşallah.